sağ əliniz olsun digər klub rəsmilərinin başına. İnşallah ki, onlar da gələrlər, belə maraqlı görüşlərimiz olar. Mən hər şeydən əvvəl həm azarkeşlərin adından, həm də öz adımdan şəxsən özümə də maraqlıdır. Kamran Eyyubov kimdir futbolda, yəni futbola necə gəlib, özü futbolla məşğul olubmu və futbola, yəni kluba gəlişi necə baş verib, rəhbər olması nə məcbur etdi və yaxud da özü istədimi? İmişliyə qədər futbola bağlayan nə idi Kamran Eyyubov? Gözəl sualdır, həmməm. Çox sağ olun sualınıza görə. İlk öncə, dünyada yəqin ki, futbola bağlı olan insanlar çoxdur. Amma hər futbol azarkeşi futbol idarəçisi deyil. Mən bunu gözəl başa düşürəm və belə deyim də, sizin sual da çox gözəl sualdır. Mən sizə öz belə deyim, keçmişimlə bağlı çox fikirlər deyib vaxtınızı almaq istəmirəm, amma bildirmək istəyirəm ki, mən İngiltərədə təhsil almışam. İdarə etmə, iqtisadiyyat sahəsi üzrə təhsil almışam. Biznesin yoxsa idmanın futbolu? Ümumi idarə etmə. Ondan sonra Azərbaycana dönmüşəm, universitetdə müəllim çalışmışam, dekan müavini olmuşam. Ondan sonra böyük bir müəssisənin idarəçisi olmuşam, baş müdürü olmuşam, böyük bir market şəbəkəsindən sonra şəxsi biznesimi açmışam. Və şəxsi sahibkar olaraq müxtəlif sahələrdə çalışmışam, Formula 1, futbol və sair sahələrdə digər xidmətlərlə çalışmışam. 2022-ci ildə, gizlətmirəm, mən Qatarda dünya çempionatındaydım. Və həmin çempionatda mənə bir fikir gəldi ki, biz də belə oyuncular, biz də futbol oynaya bilərik. Azərbaycanda da futbol inkişaf eləyə bilər. Və bu çox gözəl sahədir. Çünki hal-hazırda idman ən çox inkişaf edən iqtisadi sahələrdən biridir. Və mənə fikrim gəldi ki, mən mütləq qaydada bir belə deyim də, futbol oyuncu yetişdirmək, uşaqları yetişdirmək, akademiya fəaliyyəti olmalıdır. Haşədən çıxıram, 2022-ci il həm də eyni il idi ki, mən qırışma kubokunu təşkil eləmişəm. Azərbaycanda ən böyük məhəllələr arası, ya belə də, mini futbol üzrə ən böyük çempionat olubdur. 251 komanda tamamilə pulsuz, heç bir iştirak haqqı olmadan, hakimə pul vermədən, videoya pul vermədən, heç nədən pul verməyərək Hakimə pulu birdən səhv başa düşərlər, kamera vermək. Yox, mini futbolda bilirsiniz ki, hakim gəlir, fəaliyyət göstərir, hər iki komanda amma biz o çempionatı elədik, mükafat fondu belə oldu. Biz onu elədik və məndə bir futbola bir maraq var da, həm də idarəçiliyi bildiyim üçün mən düşündüm ki, mən bu sahəni bacararam. Və 2023-cü ildə artıq biz, belə deyim də, futbolun inkişaf fondu ilə müəyyən danışıqlar apardıq və ondan sonra gördük ki, belə bir klub var. Açığı deyim, bunu mən tam səmimi deyim, mən bu futbolda olan proseslər, futbolda olan işləri bilsəydim, bəlkə də bu sahəyə gəlməzdim. Amma artıq buradayam və nəticə göstərməliyəm. Mən təbiətçi uduzmağı bacarmayan bir şəxsəm, mən daim udmağı özümə amal seçirəm. Ona görə də yəni idarəçilikdir, bizim təcrübəmiz var, amma futbol təcrübəmiz son 3 ildədir ki, artıq belə deyim, futbolla, sırf futbol komandasının idarəçiliyindən təcrübəmiz var. Bir şey də qeyd edeyim, Azərbaycanda heç kəs bunu demir. Keçən il İmişli Premier Liqaya vəsiqə qazananda bizim idarə heyəti, top menecerlər, idarəçilərin heç birinin yaşı 40-dan yuxarı deyildi. Hamısı, ən böyüyü mən idim, 38 yaşım var idi o vaxtı. Digərləri 35, 34, baş məşqçimizi heç kəs bilmirdi o vaxtda, heç kəs deməyək, amma yəni geniş futbol ictimaiyyəti tanımırdı. 32 yaşında ya 33 yaşında komandanı Premier Liqaya çıxartdı. Yəni bizim belə deyim, ola bilsin ki, təcrübəmiz yoxdur, biz klublardan gəlməmişik. Amma bizim də futbola marağımız var, bizim də müəyyən savadımız var ki, biz onu futbolda göstərmək istəyirik.